Fason Radyo. 7 Ekim 2025 Salı, Bakü Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan Haberler programına hoş geldiniz. Ben Özlem. Mən də Ali. Bütün dinləyicilərimizi salamlayıram. Hoş gəlmisiniz. Hoş bulduk Ali. Gündem yine yoğun görünüyor. Özellikle Türkiye-Azerbaycan hattında sıcak gelişmelerle başlayalım istersen. Başlayaq Özlem. Dün Azərbaycanı Xarici İşlər Naziri Ceyhun Bayramov, Qəbərədə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla görüşüb. Nazir Bayramov bildirib ki, iki ölkə arasında çoxşaxəli əməkdaşlığın gələcəyi və strateji müttəfiqlik məsələləri müzakirə olunub. Ne güzel. Liderlerin bu kadar sık bir araya gelmesi, ilişkilerin ne kadar güçlü olduğunun bir göstergesi. Sanırım bu güç sadece iki ülkeyle de sınırlı değil mi? Türk dünyası genelinde bir hareketlilik var. Tamamilə doğrudur. Elə bu mövzuda Azərbaycanda bir təhlil dərc olunub. Türk Dövlətləri Təşkilatının geniş coğrafiyası, hərbi gücü, iqtisadiyyatı, təbii sərvətləri və gənc əhalisi ilə qlobal cənubun əhəmiyyətli bir güc mərkəzinə çevrildiyi vurğulanır. Küresel Güney'in güç merkezi. Kulağa ne kadar iddialı ve güzel geliyor. Peki ülke içindeki gündeme bakalım biraz da. Siyasi ve sosyal olarak neler konuşuluyor? Orada bir qədər daha ciddi mövzular var. Məsələn, daha çox müxalif mövqeyi ilə tanınan Meydan TV-nin həbərinə görə, Avropa Şurasının İşgəncələrə qarşı komitəsi sentyabrın sonu, oktyabrın əvvəlində Azərbaycana səfər edib. İşkenceye karşı komite mi? Neden gelmişler, neyi incelemişler? Səfərin məqsədi həbs yerləri, cəza çəkmə müəssisələri və psixiatriya mərkəzlərindəki saxlanma şəraitini, məhkumlarla rəftarı və onların hüquqi təminatlarını yoxlamaq olub. Səfərin sonunda ilkin müşahidələrini Azərbaycan hökumətinə təqdim ediblər. Anladım. Ağır bir konu. Başka adli bir gelişme var mı? Bəli, yenə Meydan TV-nin yazdığına görə, millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdində ömürlük həbs cəzası alan Azər Sarıcanovun oğlunun məhkəməsi başlayıb. O da dövlət xadiminin həyatına sui-qəsdə hazırlıqda ittiham olunur. Vay canına, babasıyla aynı suçtan mı yargılanıyor yani? Çok ciddi bir durum. Ali, dün konuştuğumuz bir aktivist vardı. Nicat İbrahim, açlık grevindeydi. Onun davasında bir gelişme var mı? Var Özlem, ancaq təəssüf ki, müsbət bir xəbər deyil. Azadlıq Radiosunun məlumatına görə 6 il 6 ay həbs cəzası alan Nicat İbrahimin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. Yəni cəzası qüvvədə qalıb. Nicat özü də bu vəziyyətə etiraz olaraq 21 gündür aclıq aksiyası keçirdiyini bildirib. 21 gün. Çok uzun bir süre. Üzücü gerçekten. Peki biraz da ekonomiden bahsedelim. Vatandaşın cebini ilgilendiren ne gibi haberler var? Azadlıq Radiosunun yazdığına görə, ilin ilk 9 ayında Dövlət Gömrük Komitəsi büdcə daxil olmaları üzrə proqnozu yerinə yetirə bilməyib. Bir dakika Ali, bütçe dahil olmaları. Ne demek? Bütçeye dahil olma gibi anladım ama tam oturmadı. Çox yaxınsan, amma tam o deyil. Daxil olma burada gəlir, daxil olan pul. Yəni sizin dildə tahsilat və ya gelir mənasındadır. Gömrükdən gələn vergi gəlirləri hədəfin altında qalıb. Ha, şimdi anladım. Gümrük gelirleri hedefi tutturamamış. Belki de bu konuda atılan bir adım vardır, vergi toplama süreçlerini iyileştirmek için. Əslində var. Ölkə daxilində şəffaflığı artırmaq və qanunsuz ticarətin qarşısını almaq üçün yeni nəsil nəzarət kassa aparatlarının sayı 109 mini keçib. Məqsəd, vergi toplama prosesini daha səmərəli etməkdir. Harika. Dijitalleşme her derde deva oluyor demek ki. Programın sonuna doğru gelirken biraz da insani bir hikayeye yer verelim mi? Əlbəttə. Cəbrayıl rayonunun Şahvəlli kəndinin sakini Razim Əmraslanlı illər sonra yurduna qayıtmaq üçün müraciət etsə də, hələ də icazə ala bilmədiyindən şikayətlənir. Deyir ki, işğal illərində İran sərhədindən öz kəndimə həsrətlə baxırdım, indi isə evimə dönə bilmirəm. Ne kadar dokunaklı bir hikaye. Yıllarca evine uzaktan bakıp özgürlüğüne kavuşunca hemen dönememek. Çok zor bir durum olmalı. Umarım en kısa zamanda evine kavuşur. Umarım Özlem. Ali, bugünkü yoğun gündem için verdiğin bilgiler adına çok teşekkür ederim. Mən də sənə təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte Bakü Stüdyosu'nda buluşmak üzere. Hoşça kalın.
Fason Radyo.